Bugündən müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə start verilib. Müəllimlərin sertifikatlaşdırılması prosesi artıq təhsilin ayrılmaz bir hissəsinə çevrilib. İngilis dili müəlliməsiyəm. İlk dəfə sertifikasiya imtahanında təbii ki, iştirak edirdim. Hər şey çox yaxşı idi. Təşkilatçılıq ümumiyyətlə yüksək səviyyədə idi. Tam vaxtında imtahan başladı və suallar hamısı demək olar ki, ədalətli idi. Heç bir belə deyək, yanlış bir sual ya da şübhə doğuracaq bir sual yox idi. Kurikulum sualları ümumiyyətlə vurğulamaq istərdim ki, əslində asan idi. Riyaziyyat üzrə 55 bal topladım. Hər şey yaxşı idi, suallar qədər də çətin deyildi. Yəni belə deyim də öz üzərində işləyən hər müəllim keçə bilər. İngilis dili müəllimiyəm, 56 bal topladım. Necə keçdi imtahan? Təəssüratlarınız necədir? Suallar necə idi? Çox gözəl keçdi. Yəni ki, suallar yaxşı tərtib olunmuşdu. Metodikada, ixtisasda, müşahidəçilər də sağ olsunlar, öz işlərini yaxşı gördülər. Hər şey yüksək səviyyədə. Bu müəllimlər əsasən Azərbaycan dili ədəbiyyat, riyaziyyat və xarici dil fənlərini tədris edən müəllimlər idi. Sabahdan etibarən isə biz sertifikatlaşma ilə bağlı artıq elan olunmuş yeni fənlər üzrə müəllimlərin də sertifikatlaşma prosesinə cəlb olunduğunu şahid olacaq. Bu il coğrafiya, kimya, fizika, biologiya və informatika fənləri üzrə müəllimlər sertifikatlaşma prosesinə cəlb olunublar. Ümumilikdə bu ilki sertifikatlaşma prosesində 20 minə yaxın müəllimin iştirakı nəzərdə tutulur və beləliklə sertifikatlaşmaya cəlb olunan müəllimlərin sayı 85 min nəfərə yaxınlaşacaq. Yüksək nəticə göstərən müəllimlər üçün əlavə stimullaşdırıcı tədbirlər nəzərdə tutulub. Belə ki, test imtahanında 30-50 bal toplayan müəllimlərin maaşına 10%, 51 və daha yuxarı bal toplayanlara isə 35% əlavə verilir. Hazırda 17 min müəllim bu üstünlükdən yararlanır. Ümumilikdə prosesə indiyə qədər cəlb olunmuş 65 mindən çox müəllimin 55 mini məhz bu imtiyazlardan yararlanırlar. Bu ilki sertifikatlaşma prosesi ilə bağlı proqnozlarda onu deməyə əsas verir ki, bu imtiyazlardan, bu üstünlüklərdən yararlanacaq müəllimlərin sayı təxminən 70 min nəfərə çatacaq. İşin digər bir məqamı məhz sertifikatlaşmada yüksək nəticə toplamış müəllimlərin məktəblərdə metodiki prosesə, metodiki pedaqoji prosesə dəstək verməsi, onların məktəblərdə metodist olaraq fəaliyyətinə davam etməsindən bağlıdır. 150 müəllim bu prosesə qoşulub, bu layihəyə qoşulub və növbəti müddət ərzində daha 500 müəllimin bu istiqamətdə fəaliyyətə başlaması nəzərdə tutulub. Bu il üçün nəzərdə tutulan sertifikatlaşdırılma prosesi iyunun 25-də yekunlaşacaq.